Səsimizi daha ucalardan çatdıracağıq. Daha ucalardan. Sən bu səsi o zaman kəsəcəksən, sən məni öldürtdürəcəksən. Sən mənim səsimi kəsə bilməyəcəksən. Mən sona qədər mübarizə aparacağam və Azərbaycan xalqına bir mübarizə aparan, illərdir bu faciənin içində olan, illərdir repressiyanın içində olan bir ana kimi, bir Azərbaycan Respublikasının vətəndaşı kimi, Əfqan Sadıqovun həyat yoldaşı olaraq və Azərbaycan Respublikasının vətəndaşı olaraq Sevinç Sadıqova olaraq deyirəm ki, ay insanlar, ay Azərbaycan xalqı, hər şey mübarizədən keçir. Haqqımızı sökə-sökə almalıyıq. İnsanı öldürdü, getdi saxta cinayət, getdi orada da bağladı, üçü də qol çəkdi ki, içirdi, telefonunu satmışdı. Siz gör nə qədər şərəfsizsiniz. Sizin adınız oğraşdı, məndən yaxşı bilir Azərbaycan xalqı. Sən bir uşağın ruhuna belə hörmət etmədin, ailəsinin göz yaşına hörmət etmədin, telefonunu satdı, barda oturdu, içki içdi. Məyər onun ailəsi bilmirmi həqiqəti? Məyər onun ailə üzvü bilmirmi? Yaxını, dostu, ətrafı, hər kəsi satın ala bilərsən, qorxuda bilərsən. Məncə bir ananı qorxutmaq olmaz, bir ananı övladını öldürdükdən sonra susturmaq da olmaz. Məncə Elgün anası hələ danışacağı çox şeylər olacaqdır. Bu qondarma istintaqdan sonra. Hələ ibtidai istintaq, hansı ibtidai istintaq? Mənim gülməyim gəlir. Nə məhkəmə istintaqı, nə ibtidai istintaq. Hamısı dəysin Əlin Ağıyevin, Vilayət Eyvazovun, Kamran Əliyevin başına. Sizin boyunuzu İlham Əliyev başda olmaqla yerə soxun. Siz Azərbaycan xalqının düşmənlərisiz, siz oğrusunuz, siz qatilsiniz. Azərbaycan xalqı sizi tanımırsa da zaman zaman bu cür faciələrdən sonra daha yaxşı tanıyacaq və deyirlər ki, Sevinç, danışırsan, gör nə qədər mənim içimi yandırıblar, gör mənə nə qədər dağ çəkiblər, gör nə qədər məni repressiya məruz qoyublar ki, mən bu cür danışıram. Baxın, insan yanmasa, canı yanmasa danışa bilərmi? İnsan ağrımasa danışa bilərmi? Milyonların ağrısını hiss etməsə mübarizə apara bilərmi? Mən uzun müddət jurnalistika fəaliyyətində məşğul olduğum dönəmdə bir dənə də olsun bu rejimin dediyini etmədim. Mən vicdanımla, namusumla, qeyrətimlə insanların ağrısını içimdə hiss edərək vicdanla işlədim. Və buna görə də bu günlərim mən digər ölkədə qaçqın və sürgün həyatı, ölümlə burun-buruna yaşayıram. Hər gün mənim dalımla killer göndərəcəklərindən məni təhdid etdirirlər, məni öldürəcəkləri ilə. Amma deyirəm İlham Əliyev, bu yolun sonu yoxdur. Bu yolun sonu öldü var, döndü yoxdur. Mən sona qədər mübarizə edəcəm. Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti və bütün dünyada buna şahid olacaqdır. Mənim yoldaşım Tiflisdə girovdur, İlham Əliyev